Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Alçaq və xar köməkçidə günahlandırılan dosta xeyir yoxdur. Nə qədər ki, zəmanənin cavan dəvəsi sənə ram olub, onunla asan və yüngül davran. Özünü bir şeyin çoxuna göz dikib təhlükəyə atma. Mindiyin dəvənin itayətsizlik etməsindən çəkin. Özünü qardaşın səndən ayrılanda ona yaxınlaşmağa, üz döndərəndə mehribanlıq və dostluğa, simiclik edərək əsirgəyəndə ona bəxşiş etməyə, uzaqlaşanda ona yaxınlıq etməyə, sərtlik edəndə ona qarşı yumuşaq olmağa və o, pis iş görəndə üzr istəməyə vadar et. Sanki sən onun qulu, o isə sənin nemət verənindir. Dostunun düşməni ilə dostluq etmə. Əgər belə etsən, öz dostunla düşmənçilik etmiş olarsan. Öz qardaşına saf öyüd ver. İstər yaxşı olsun, istərsə də pis. Qəzəbini qurtum-qurtum ud. Çünki mən sonda ondan şirin və dadlı bir içki görmədim. Sənə qarşı qəzəbli və kobud olanla yumuşaq davran. Çünki tezliklə o sənə qarşı yumuşalar. Düşməninlə yaxşı və xoş davran. Bu iki qələbədən daha şirindir. Qardaşınla münasibətlərini kəsmək istəyəndə dostluğunun yerinin bir azını saxla ki, həmin dost nə vaxtsa o dostluq yeri ilə qarşılaşsa, ora qayıda bilsin. Sənin haqqında yaxşı və xoş fikirdə olanın zənnini doğrult. Aranızdakı dostluğa güvənib, arxalanaraq qardaşının haqqını pozma. Haqqını pozduğun kimsə qardaşın deyil. Ailən və qohumların sənə nisbətdə cəmaatın ən bədbəxti olmamalıdırlar. Səndən uzaq gəzənlə heç vaxt tanışlıq etmə. Gərək qardaşının səndən ayrılmaq bacarığı sənin onunla birləşməyindən və onun pislik etməsi sənin yaxşılıqlarından üstün olmasın. Sənə zülm edənin zülmü gözündə böyüməsin. Çünki o, öz ziyanına və sənin xeyrinə çalışır. Oğulcan, səni sevindirənin mükafatı sənin onu qəmləndirməyin deyil. Oğulcan, bil ki, ruzi iki qismdir. Bir ruzini sən axtarırsan, bir ruzi isə səni axtarır. Və sən ona tərəf getməsən belə sənə çatar. Ehtiyac və yoxsulluq zamanı özünü alçaltmaq, varlı ikən isə zülm və kobudluq etmək necə də çirkin xasiyyətdir. Sənin dünyandan qazancın yalnız öz yerini abadlaşdırmağa sərf etdiyin miqdardır. Əgər əlindən çıxan şey üçün ahzar edib inildiyirsənsə, onda sənə çatmayan şeylərə görə də ağlayaraq nalə qopar. Artıq baş vermiş şeylərə əsaslanıb, olmayanlara dəlil gətir. Çünki işlər bir-birinə bənziyir. İncidilərək əziyyət verilməyincə, öyüddən faydalanmayanlardan olma. Çünki ağıllı adam ədəb vermək və öyrətməklə öyüdlənər. Heyvanlar isə kötək yeməyincə tabe olmazlar. Sənə üz tutan qəm-qüssələri təmkinli düşüncələr və gözəl inamla özündən uzaqlaşdır. Kim düz və orta yolu tərk etsə, haqdan uzaqlaşıb və özünə zülm edib. Dost qohum yerindədir. Dost o kəsdir ki, gizlində də düz olsun. Nəfsi istəklər körluğa bərabərdir. Çox uzaq var ki, yaxından da yaxındır və çox yaxın var ki, uzaqdan da uzaqdır. Qərib o adamdır ki, dostu yoxdur. Haqqa aşanın yolu daralar. Öz qədir və məqamına uyğun adamın qədri həmişəlik qalar. Əldə edərək yapışmalı olduğun ən möhkəm səbəb və ip səninlə Allah arasında olan səbəbdir. Sənin barəndə laqeyd olan kəs sənin düşmənindir. Bəzən tamah və hərislik həlakətə sürükləyəndə ümidsizlik əldə etmək olar. Hər yırtıq açılmaz. Hər fürsət ələ düşməz. Çox vaxt görən adam öz düz yolunda səhvə düşür və kör nicat yolunu tapır.
Pisliyi təxirə sal, gecikdir. Çünki istədiyin vaxt ona tərəf tələsə bilərsən. Nadanla əlaqələri kəsmək, ondan ayrılmaq ağıllı ilə münasibət qurmağa bərabərdir. Kim zəmanədən əmin olsa, zəmanə ona xəyanət edər. Kim onu böyük sansa, onu zəlil və xar edər. Hər ox atanın oxu hədəfə çatmaz. Hökümdar dəyişəndə zəmanə də dəyişər. Yoldan qabaq yol yoldaşını, evdən qabaq isə qonşunu soruş. Başqasından nəql etsən belə, gülünc söz danışmaqdan çəkin. Qadınlarla məsləhətləşməkdən çəkin. Çünki onların nəzər və düşüncələri zəifliyə, qərarları isə süslüyə doğru gedir. Hicabın möhkəmliyi onları daha yaxşı qoruyur. Onların çölə çıxmaları sənin onların yanına inanılmayan və etibar edilməyən adamlar gətirməyindən pis deyil. Əgər bacarsan, elə et ki, səndən başqasını tanımasın. Qadını ona aid olmayan işə hakim etmə. Çünki qadın iş buyruqçusu deyil, ətirli bir güldür. Onu əzizləyəndə ona aid olan şeylərdən kənara çıxma. Onu tamaha salma ki, başqası üçün şəfayət etsin, vasitəçilik etsin. Qısqançılıq edilməməli yerdə qısqançılıq etmək və pis gümana düşməkdən çəkin. Çünki bu iş düz qadını əyriliyə və bəzənmiş qadını tərəddüdə və fikirləşməyə vadar edər. Əlin altında olanların və işçilərinin hər biri üçün bir iş müəyyənləşdir ki, həmin işə görə ondan yapışaraq sorğu-suala tuta biləsən. Çünki bu üsul onların sənin işlərini bir-birinin boynuna ata bilməmələri üçün daha münasibdir. Qohumlarına hörmət et, əzizlə onları. Çünki onlar sənin qol qanadlarındır ki, onlarla uçursan. Əsil kökündülər ki, onlara qayıdırsan. Sənin əlindilər ki, onlarla hücum edirsən. Sənin din və dünyanı Allah yanında əmanət qoyuram. Ondan sənin üçün indi və gələcəkdə, dünya və axirətdə ən gözəl təqdir və istəyini diləyirəm. Salama layiq kimsəyə salam olsun.